Neftçi Zirə. Neftçi Arenada turun mərkəzi matçı qeydə alındı 30-cu turda. 24-cü dəqiqə Neftçi artıq 2-0 öndə idi. Və 24-cü dəqiqədə inandırım bir çox insan, mən daxil fikirləşirdi ki, tamam, Neftçi qayıtdı. Neftçi qayıtdı. Bir oyuna əsasən fikir irəli sürmək olmaz. Azobiçin çox qəşəng qolu var idi. Amma bu maçda demək olar ki, geri dönüşün əsası 43-cü dəqiqədəki penalti oldu. Yəni biz dəfələrlə demişik də, fasilə ərəfəsində vurulan qolun əhəmiyyəti, ələxüsusda 0-2-dən sən fərqi 1-ə indirirsənsə, sən demiş 2-0-la getsəydilər Perereva tamam başqa cür olacaq. İkinci hissədə də başlayanda oyunun ümumiyyətcə bütün komandalar məşqçiləri deyir ki, oyunun ilk 10-15 dəqiqəsi həmişə Lüboy komandada kimlər məşqçilərim olub, hansı komandaya qarşı oynayırsan oyna. İlk 10-15 dəqiqəsində deyirlər, o səni tanıyır, axtarır, məsələn momentləri ki, görüm sən necə rəqibsən, harda boşluqlar verə bilər. Yəni o momentləri əgər saxlaya bildinsə, sonra oyunda öz oyununu diktə edə bilirsən. İlk 15 dəqiqədə po-moymu 1-0 idi yoxsa 2-0 idi şey. Yox, 8-9-cu dəqiqədə vurur Neftçi. 9-da Ozoviç, özdə baxımlı da baxım, qəşəng də qol. Topu saxlayır, arxasından hiss edir ki, qapı qabağa çıxır. Orada başqası kimsə olsaydı, ayağının üstünə petazlayacaqdı hansısa Baleşkin qulağının dibindən. Kimi də qoydu, bir dənə getdi tribunada ağzını partlatdı şeydə, ondan qabaqçı oyunda. Bu çönüb ayağın üstündən verəsən, Azobiç deyir, sənin 40 yaşın olsa belə, yəni neçə olur olsun, klasın var, qaqaş. Hələ o birisinin o Kofi verdiyi başla. Çox çətin moment idi, orada o Zirənin oyunçuları da bilmədi. Kofinin ötürməsi mükəmməl. Aliyevin yanında da bir oyuncu var idi. Buradan Kusta girir, yazıq qaldı ikisinin ortasından bilmədi. Şrafın içində 4 nəfər oyuncu var deyə qardaş. 4 nəfər Prastel momentində Şrafın içində oyuncu var. Neftçi yəni gör nə dərəcədə sən hücumlar edirsən. 2 dənə qol vurur. Və sənin indi sözünə gətirəm, sözünü kəsdim. Yox, təbii ki, fasilə ərəfəsində vurmalı. 2-1 ilə bir sənətlər təzədən biraz Zirə. Azər Salahlının penaltiyə səbəb olması. O da bir sənəcə elə epizoddur ki, paynerçi hiss. Yəni orada əslində təhlükə yox idi də. Cərimə meydançasının düz kənarındasın. Özü də yəni sonra çox pis olur. Azərlə mənim özümün münasibətim var, bir yerdə oynamışıq. Yəni özü də istəmədən yəni bildin necə. Epizod da zaman xeyli ayağından bu penalti məni sən nəyə xatırlatdı? Hik Neftçi maçını kim xatırlayır? 3-0. Embocun cərimə meydançasının kənarında lazımsız yerə penaltiyə səbəb olması. Vəbşə bu penaltidən bir neçə saniyə baş verən hadisəni də xatırlatmaq lazımdır. Çünki məncə orada qayda pozuntusu var idi. Yox, o sən ikinci penaltini deyirsən. İkinci penaltini deyirsən. İkinci penalti 75-ci dəqiqə. Hə, ikinci penalti zamanı 11 metrlik zərbədən öncə Yuri Matias'a qarşı kobudluq var idi. Müxtəlif rakurslardan baxdıq, mən də orada toxunuşun olduğunu gördüm. Yəni sonradan da sosial şəbəkələr vasitəsilə paylaşdılar ki, amma hər halda vardakılar, biz deyirik vardakılar görür və yaxud nəzarətdə saxlayır. Necə görür ki, Neftçi sabah maçında Mikesin ayağını qopartmışdı Yuri Matias. Yəni belə də olur. Sonradan demək ki, görməyə də bilərlər, görmək istəməyə də bilərlər, amma Yuri Matiasın ayağına mən şəxsən düşünürəm ki, orada toxunuş təması var idi. Yəni hakim penaltini ləğv etməli idi. Bu mənim şəxsi fikrimdir. Hərənin onsuz da yenə də öz subyektiv fikri var da. Sən elə görürsən, Alex də elə görür, mən də elə görürəm. Məsələn, əgər özdə həmin o qolla Zirə önə keçir. Çevrilirsə, ondan sonra da təzədən 3-2 qabağa keçir. 3-2 qabağa keçir və bundan 2 dəqiqədən sonra da artıq nöqtəni qoyur. Ceyhun Nuriyev. Yəni bir ikinci hissədə Rəşad Sadıqovun komandasını, yəni Rəşad müəllimin Zirəsini qeyd etmək lazımdır ki, yəni ikinci hissədə sən birinci hissədə o dərəcədə də yox. Boşluqlar verirdilər. Hardasa tuta bilmirdilər o Neftçinin hansı momentlərində nədir atakalar eləyəcək. Yəni o 2-0 geridə qalana qədər hansı futbolçular harda necə eləyəcəyini elə bil tuta bilmirdilər. Tembol özü 22-ci dəqiqədə 2-0 geridə ola. Sonra da bu mövsümdə xatırlayaq ki, Zirə Qarabağla oyunda da comeback etdi. Bəli. Onda da möhtəşəm comeback. 3-2 deyəsən otlar həmin oyun. Bəli. Ümumiyyətlə comebacklər çoxalıb Azərbaycan çempionatında və bu şəxsən mənim çox xoşuma gəlir. Mənə də xoşdur. Ləzzət eləyir. Yaxşı qardaş, bu Neftçinin nədir də problem? Samir Abbasov yenə mətbuat konfransında eyni problemləri qabardır. Mən gələndə problemlər var idi, nisbətən düzəltməyə çalışırıq. İndiki vəziyyətdə biz bu problemi həll eləyə bilmərik. Kökündən Samirin bir cümləsi çox xoşuma gəldi. Dedi, yəni dəqiq yadımdadır. Yəni o mənasını şeydir.
Deyirəm, biz bilirik ki, problem var. Mənə də sual verirlər ki, bilirsiniz problem var, niyə görə həll eləmirsiniz? Qardaş, həll eləməyib. Yəni həll eləyəcəyik də, tələsməyin. Təzə gəlmişəm. Hə, yəni mən açığı Samirdə bir şey görmürəm. Futbolçularda da bir şey görmürəm, yəni. Sadəcə komanda, yəni futbolçular ayrı-ayrılıqda yaxşı futbolçuları var, kifayət qədər Neftçinin. Komandaya uyğun gəlmirlər, bir-birinə uyğun gəlmirlər. Misal üçün uzağa gəlməyə hələ həmən Ramil Şeydayev. Mənim Ramilə hər baxdığımda mənim bir Allah bilir ki, mən necə heyfsilənirəm, mənim necə ürəyim ağrıyır o uşaq üçün. Uşaq deyəndə, yəni sözün yaxşı mənasında deyirəm. Momental şey yazmasınlar ki, Azərbaycanlı balasıdır da, hə, yəni o mənada. bizim uşağımızdır da, yəni yenə deyirəm sözün yaxşı mənasında Ramil Şeydayev. Mən o bir 5 il, 6 il bundan qabaq oturub söhbət eləyəndə məndən soruşdular ki, sənin üçün ideal komanda Azərbaycanda kimdir? Dedim qapıda. Yəni bu mənim şəxsi fikrim idi. Hə, ilk 11-lik Emil Balayev. Emil Balayev istəyirdim qapıda dayansın. Müdafiədə Bədavi, hə? Cannavaro. Cannavaro yo. Yo Damagarov istəyirdim olsun. Rusiyalı aktyor var, Damagarov, o istəyirdim olsun. Pankratov Çorny sağdan. Bəhlul istəyirdim olsun Zaşitada. Adı nədir onun? Pol Zaşitada. Sən onun səsi çıxardanda Niyə bildin? yəni sənin adını çəkməyi istəyirəm. Çəkməyəcəm sənin adını. Sağdan Mahir Şükürov. Sən Qardaşım 11-liyi demirəm. Mən deyirəm, mən istəyərdim ki, misal üçün Zbornuda bu oyunçular olsun. Qardaşım. İmkan versəydiniz sözümü çatdırım axıra qədər başa düşərdiniz. Yəni Pol Zaşitada yarım müdafiədə istəyirdim Emin Mahmudovla Qara Qarayev oynasın. Və hücumda həmişə dedim Ramil Şeydayev. Mən konkret Balechki idim Ramil Şeydayev. İndi də Balechkiyəm. Prosta Ramilin ən böyük problemi odur ki, komanda tapa bilmir özünə. Yəni komanda var, gedir, oynayır. Yaxşı komanda var. Məsələn Qarabağda ən azından oynayırdı, nəsə nəticə göstər. Amma Neftçidə bu Niyə gec-tez Qarabağda? Sual verə bilərəm, niyə elə oynayırdı Qarabağda, nəsə oynayırdı deyirsən? Yaxşı nəticə göstərir. Partnyorları var idi, yəni ona oynaya biləcək partnyorları var idi. Burada baş məşqçi də Qurban müəllim də bilirdi ki, mənim əlimdə olan bu bombanı nə cür partladacağam. onda sənin sözündən çıxır ki, Samir elementar olaraq Samirə Ramil Şeydayev veriblər. Samir bilmir Ramil Şeydayevi necə oynatmaq lazımdır. Bilir. Sadəcə olaraq Samir müəllim komandaya gələn momentində bu ansambl yığılıb qardaş. Mən də bura gəlmişəm dirijor. Mən əlimlə buradan deyirəm ki, oradan bir biri də belə oynayır. Nə varsa? O da vaxt istəyir də qardaş. O da vaxt istəyir ki, mən gələndə bu yox idi. Mən Samir Abbasovun ən xoşladığı sistem qardaş üçlü müdafiədir. Süzə pivədən. Əziz dostlar, biz də keçək Kəpəz arasında. Yo, Neftçinin skautları yeblər Braziliya. Deyəsən təzə Flaviniolar, Bertucci'lər tapıb gətirəcək. Neftçidə olan vaxtı Tahir Süleymanov, Sadıq Sadıqovun vaxtı idi da onda. Bəxtiyar. Tahir Süleymanovla bizim vitse-prezident Tahir müəllimlə Bəxtiyar Musayev başlı gedirlər bir ay Braziliyada gedirlər. Bax o Flavinionu, Denis Silvanı, Bertucci'ni, Alessandro'nu, Canales yeri ya. Canales'i. Canales bilmirəm. Bertucci'dir, Bertalucci. Bertucci. Bruno Bertucci. Yəni bunlar Bruno Bertucci. Bunlar gedirdilər. Braziliyada qardaş canlı baxırlar. Flavinio gələndə komandaya. Belə Flavinio şeydə göndərdilər. Şeydə girdim YouTube'dan baxdım gördüm o nə bomba oyunçudur. Davay gətir. Yəni bilmirsən bunun nə xarakteri var. Para beyindi bu, dəlidir, girdirmədir. Bilmirsən. Ona görə göndərirdilər Alik. Orlar Neftçinin skautlarına. Gedirdi orada canlı baxırdı həmin o Flavinio'ya. Sənə tamamilə razıyam. Mən bir söz deyirəm sənə. Ondan sonra da indi Neftçi də yəni doğru bir addım atıb. Yəni ən azından gedib orada canlı baxır. Hələ bir biz deyirik doğru. Yeri gəlmişlər Neftçidə sonuncu ümid yeri kimi kuboka kökləniblər. İlk oyunda Sabaha uduzan Neftçi cavab maçında comeback eləməlidir. Samir Abbasov da bunu ümid eləyir və bildirir ki, niyə də biz bunu bacarmayaq? Bacaracaqmı? Bacaracaq, bacarmayacaq. Hər şey yəni o
Hər şey öz əllərində. Yəni Avrokuboklara son şansdır da bu kubok. Və Sabahın neçənci şansıdır Avrokuboklara Mən kubok? indi Neftçidən danışıram ki, Neftçi tərəfdən danışıram. Sabaha da eyni şeylər aiddir təbii ki. Hə də, yəni orada Söhbət elə ondan gedir ki, iki komandanın ikisinin də elə bil ancaq variantı bağıra düşmək məncə elə kubok oyunlardır. Hər iki komandanın ikisinə də oyun nə dərəcədə vacib olduğundan heç söhbəti yox. Heç burada danışmağın mənası da yox. Allah köməklər olsun, nə bilim. Yəni orada Hər dəfə də o Nəinki- paylaşımla o Neftçi uduzdu, Neftçi 1-2 hesabı ilə uduzdu, Neftçi 2-4 hesabı ilə uduzdu, Neftçi 0-1 hesabı ilə uduzdu. Postun altında yazılan kommentləri oxuyursunuz. qardaş mən özüm də 3 il Yox, Neftçidə oynamışam. mən 2-3 Allah o şeyləri Tük Görəndə ürpədici sənə söyüşlər, təhqirlər. Yox, nə silirlər, bilim. çox şey Hə? silirlər. Qalır, vallah Mən qalır. heç Orada baxıram. necə söyərlər? Mən baxanda söyüş yoxdur. Mən baxanda bizə yazı kommentlərdə yazılır ki, misal üçün 147 dənə komment var. Hə. Girirsən, tam 37. 12 dənə kommentdir, hamısı da halal olsun uşaqlar, irəli, İnanırıq. inanırıq. Dəstək. Nəyə vəziyyət belədir də dözmək lazımdır. Yəni onun arasında nələr gedib səncə? Nələr udarət olunub onun arasında? Söyüşlə aram yoxdur.